Ah, daha çox tuta bilmənəm. Tuta bilərsən təbii ki də. Burada nəfəs yetərsizliyindən ölə bilmərsən. Amma hər səfərində öləcəkmiş kimi olam. Ya bunu fikirləşməməyə çalış, ya da gözü pəkdə olun. Baxaq görə gülməli bədənin başqa nə ola bilər. Ağırdan ala. Ağırdan alınsa kəs səsini. Tamam, başlayırıq. İlk mavi oldu. Bax bu yeni olur. İndi qırmızı. Sarı. İndi də narıncı oldu. Yaxşı. Baxın indi də mavi oldu. Onsuz da mavi idi. Bunu niyə mən eləmirəm? Siz eləmirsiniz, mən eləyirəm. Çünki hamımıza fərqli bir şey olur. Kinger parıldayır. Ragatanın saçları sərtləşir. Gengel'ın maskası donur və Zubul'un bədəni sərtləşir. Bədənlərim siktir. O göstərmək istəmir, çünki qorxan təkidir. Sir qalmağını istəyirəm. Bəs siz izləyicilər nə fikirləşir? Bunu etməyi kəs. Siz burada nə varsınız? Baxanın macera zamanında. Bugünün macerası Maidenhall sarayının gizemi. Maidenhall sarayının... Düz eşitdiniz, bu saray təpədən dırnağa gizemlidir. Bu xəyalatları tutmaq və əsrarəngiz sırların öyrənib bütün xəyalatları tutmaq isə sizə düşür. Və Zubul xanım, bu macerayı ciddi elədim, sırf onun üçün. Nə? Bu səfər NPC'lərin birinci yerində olmayacaq. Nə bilim, mən başlayacağım ki, ailəyəm, nəysə keçin. Bu macera sizi gözləyir. Qorxud. Burası çox qorxuducu. Onu ümid edirəm ki, qorxu fazla qaçılmamışdır. Jumpscare'lərdən çox qorxuram. Bu, yəni o qədər də qorxuncu deyil. Bu elektrikli süpürgələrdən də qorxarsan. Bu nə eləmə, zor dönəmlərdən keçir. Biz də zor dönəmlərdən keçirik, elə deyilmi Gengo? Bu səsi eşitdiniz? Salam, mən Ghostly. Bugün rəhbəriniz mənəm. Niyə geri oturtamıram? Öz gözlərimin ilk pörtlədiyini hatırlayıram, amma niyə geri oturdurmadıqlarını bilmirəm. Sizə başlamadan öncə qapıları tanıdım. Bu qapı normal qapıdır, uyğun vay be kategorisində. Bu versi isə qorxunc qapı. Çılğın zubullar üçün kategoriyasında. Bütün xəyalatları yaxalamayacaqdıq. Bu nə? Mən alaram Gengo. Qorxunc qapı bu imiş. Zubul, sadəcə danışmaq istəyirəm. Deyəm. Başından bəri bunu eləyə bilirdim. Zubul, sadəcə maceramı niyə bəyənmədiyini merak edirəm. Bubble'ın hisslərini incədəcəksən, bax. Bubble'ın boş ver, Bubble'ı. Sən nə istəyirsən, bəs? Ağlından nələr keçir? Zubul. Bunu etməsək. Nə gülünç. Başqa? Yəni sənə sorunun nə olduğunu söylədim. Sadəcə heç hatırlamırsın. Çünki beynin bal mumu qaplı bir şeydir. Buraya girən heç vaxt bir də çıxa bilməz. Maceralarımın nə sənin üçün nətər yaxşı elə bilim. Bax, işte sorunun tam olarak budur.
Tek düşündüğün öz maceraların. Ama derdim maceralarla belədir. Bax, cıbıl, çox arabalı bir arı çizdim. Tamam. Bu olabilmez. Buna benziyor. Mənim adım Baron Theodor Maidenhof. Keşif avına çıxmaq mənim üçün hər zaman, amma bir süre sonra bu tutkunun bir qəbul eləməliyəm. Dalınızdakı yaratıq illərdir sözünü, izini sürdüm. Nə tam olaraq bir insan, nə də tam olaraq bir heyvan. Lənətli və son derece pis bir yaratıqdır. Həyatda olduğum sürəcə onu aləmdən uzaq tutmağa çalışdım. İçin ne gerekirse yapma. En son onu öldürdüğümde içimde hiç bitmeyen huzursuzluk ve korku da diner sandım. Ama yanılmışım. Bak ne düşündüm bilirsen. Diğerlerinin yanına dönmeye mi çalışsak? Yaşasın maceralar. Burada kapı. Kilitli. Tabii ki de kilitli olacak. Yaşasın maceralar. Dörd Aralık yarattığı çok kez hayatı bölgelerinden vurmuşam ve onu bir ganimet olarak duvarıma asmak için kafasını keşmiş olsam da asıl problemler indi başladı. Gözlerimi cesetten en fazla 1-2 dakika ayırmıştım ve döndüğümde cesedi gitmişti. Yaratık ölmemişti. Ve ondan geri çaldığımda geri almak için geri döneceğim. Size yalnız bir tek sözüm var. Kalleyi gözünüzün önünden ayırmayın. Doğrusu bu çok rahatsız edici bir ses kaydıydı. Ve şu anda çok rahatsız edici bir karanlık. Ha, gözüm o benim. Ha, nasıl gözüm? Bunun ne önemi var? Bunu eləmək kes. Yaxşı. Ha! Ne oldu? Ağlıma çok gülmeli bir zarafat geldi. Onda niye okuşulun? O kadar da gülmeli doğru değil. Birbirimize. O ne? O neydi? Magnet herhalde. Ya da bir tekne. Tekne? Neyse hatta tabii. Buradan düz manzara. Bazen şansa bala yaşadığımı fikirləşirəm. Odada milçək var. Otaqda milçək var. Ki var. Tuttum. Deyəsən, əllərimi görə bilmirəm. Tuttum. Yüksek sesle danışabilirsen eşitmedim de. Gittim sileceğini kaç. Açıl. Pomni bu kayıtlarda bahsedilen artık. Gerçekten. Açıl. Çok güzel görünürsen hayatım. Gelsene. Düzsün. Hazır ol çünkü tekne çıktı yola.
Yukarı dedim. Yukarı niye yukarı gitmir? Aa. Yox, macəra almırlar misafirlərimə işgəncə etmirəm. Onların hamısı bir qazadır. Konumuz budur idi ki zaten. Sadəcə macəralar o qədər də vecinimlidir. Və sən beynim və hatırlamaya çalışıram, amma sən nə də beynim mənə söyləmirsiniz. Sorun mənəm, tamam mı? Sadəcə özümü bir türlü sevə bilmirəm. Bu vücuddan da nifrət edirəm. Sadəcə yaxşı hiss etdirən bir yanım olsun istəyirəm. O problemin zaten çözülüb. Niyə xatırladamadığımı başa düşdüm. Əvvəlki zubul parçalarını yeni zubul parçalarıyla dəyişdirə bilərsən. İlk gəldiyim gündən bəri bunu eləyirəm zaten. Onda macəralara dönək. Unut geçsin. Unutmaq mı? Unut geçsin işte. Amma nəyi? Keyin aptal macəralarını heç kim sevmir. Bu yaxşı idi zubul. Kimsə səs etmir, çünki Raqata çox yaxşı niyyətdir. Jax cəmaatla uğraşmaqdan həzz alır. Kinger zırt dəli və Pomni isə hər macəra sonrası daha da travma kesilir. Zıbıl. Macəralar mənim sənət əsərimdir. Mən macəralarla var oldum, yalnız bunda yaxşıyam. Demək istədiyim ən yaxşı olduğum şeydə ən pis olduğumdursa bu çox nəyin terapisidir bu? Sorunlu da problemli davranışlarının dərinliyinə enməliyik. Mən sənə kəlmələr söyləyəcəm, sən də onu tavas. Yox, şimdi indi daırdayım. Bilmirəm, bir mahsən ola bilər. İşte düşündüğümden çox kötü bir hal oldu. Paranoyam yüzündən artıq nə qarımı, nə arvadımı qoruya biləcək, nə də o uşaqlarımı verə biləcək bir haldaydım. Hər bir gölgə və səs məni qorxudurdu. Ən sonunda həyatımın aşkını o yaratıq elə bilərək buldum. Nə ironi, amma elə deyilmi? Onu qorumaq istərkən özüm bir canavara dönüşdüm. Buna görə də artıq bu mahzəndə öz ruhumdan başqa qoruyacaq bir şey olmadan gözləyirəm. Amma bu kəsindir. Məndən hər şeyimə olan o canavarı öldürəcəm. Silahını mı alsaq? Məntiqli. Nə olar, canlanma nə olar? Yaxşı, canlanmaram. İki gülləmiz var, başa harcaması yaxşı olur. Bu taraftan gelen bir sorumuz var. Halleleyeceğim. Çok da pis olmadı. Diyebilirdim ki eğer Tanrı'nın meleklerinden birisi olduğunu bilmeseydim ne? Ve ona zarar vermem, cehennemin soğuk ve dönmemcesli derinliklerinde ruhumun dinlendiği yere gönderileceğini, üzgünüm sevgili dinleyici ama lanetli için bir konağa ihtiyacım var. Bunun için tek umudumuz sizin bedenleriniz. Gözlem, cehennemde ise bu sesi bırakın ben. Umarım hazırsınızdır. Çünkü bundan sonraki nefesiniz son nefesiniz olacak. Ve bedenleriniz artık benim olacak.
Dadlıdır. Ərinin səni öldürməsi çox pisdir. Oğlan kişiləri bilirsən. Əncəliklər hər zaman gic-gic şeylər. Bilmirəm. Ümid edirəm ki, dostlarınız onunla qarşılandı. Onların monoloq ölümü. O adam 57 saniyəlik bir olayı Yunan tradişinə çevirə bilər. Onları gördüyümüzdə sual verin. Söhbətinizdə doyum olmur. Sözü belə olmaz. Qapınız sizə hər zaman açıq, təşəkkür edirəm. Təbrik edirəm. Küçük sərt vafillərim. Bunun üçün özünüzlə qürur duymalısınız. Amma maalesef getməniz üçün digər dostlarınızla macəraların bitirməlidir. İşlər nə qədər sürər? İndi kəlmənin tam anlamıyla cəhənnəm deyil. Cəhənnəm təbii ki də cəhənnəmdə olacaq. Niyə şu anda cəhənnəmin dibində olmayaq? Dur, sakin olmağa çalış. Etkin qaçmanın yolunu bir eklemiştir. Gözlə. Bir şey test edəcəm. Əslində tam ilərdə bir pilləkən var. Bəlkə bədənlərimiz olduğu üçün geçə bilərik. Amma o son səs qayda arada yadımdan çıxır. Gözlə, pomni. Hey, çıxın onun içindən sizi kötü ruhlar. Arvadın nə tərlikinlə. Hey, sən yaxşısan. Yox. Deyəsən o ruhlar saraydan qaçmaq üçün hər kəsin ruhunu ələ keçirir. Dostum, 4 illik bilgisayar birimini bunun üçün oxumuşam deməli. Niyə? Niyə buradakı hər günüm fərqli bir işgəncəyə çevrilir? Sadəcə acı çəkməyimi istəyir. Gerçəkdən cəhənnəm eləmə belə. İnsan cəhənnəmdə deyil, tamam teknik olaraq eləsən, amma onu boş ver. Hazır heç bir şey dalımızda deyərkən biraz dincimiz alır. Bu yola girmiş olmamaz benim günahım idi. Ben gerçekten özür istedim. Son zamanlarda niye garibeydin sen? Öyle oldu biraz değil mi? Normalde yaddaşım çok da qüvvətli deyil. Amma qaranlığa məruz qalmaq məni bir anıya götürür. Arvadım soyutlanmadan soyutlandığından sonra olaylar nətər gelişdi xatırlaya bilmirəm. Amma ikimiz də qalada beraberdik. Və qaranlıqdır. Qaranlıq onu bir nəbzə sakinləşdirdi. Sərt və pürüzlü şəkli yumuşadı və artıq hiddətli görükmürdü. Eski halıdır idi, amma kilərə götürülməzdən qabaq, padvala götürülməzdən qabaq ona son bir kez toxuna biləcəyim qədər də sakindi. Qaranlıqda olmaq məni hep ancaq o anıya götürür. Bir arvadım mı vardı burada, sirkdə mi? Bəli. Gülməli və yaratıcı idi. Əvvəl M6J-yə böyük bir ilgisi var idi. Öncədən böcəklərdən nifrət eləyərdim, amma o mənə bir şəkildə sevdirildi. Çox neşəli bir anı döyürdü deyəsən, amma kontrolümdə olan tək anım budur. Nətər istəndiyini bilərəm. Bu sirk bəzən tam tümüylə anlamsız hiss etdirir. Bəli.
Amma deyil. Səni önəmsəyənlər olduğu sürəcə deyil. Onlar çox şey yapa bilər. Onlar onlara sarıl, qucaqla və ətrafındakı hər adının tadını sar. Nə zaman gələcəklərinə heç vaxt bilənməz. Bu dünyada eləyə biləcəyin ən pis şey istənmədiyini və sevilmədiyini hiss etdirməkdir. Burada mənimlə olduğun üçün sevinirəm. Bax nə deyəcəm. O son səs qeydində deyildi ki, sıradakı nəfəsiniz son nəfəsiniz olacaq deyildi. Əgər nəfəsimizi almadan keçsək, bəlkə bacara bilərik. Mən nəfəsimi yaxşı tuta bilmirəm. Bunu düşünməməyə çalışsaq nətər olar? Buradan çıxıb geri döndüyümüzdə sən təkrar dəlirmiş olacaqsan. Deyirəm. Məni merak eləmə. Sən xatırladığın sürəcə problem olmaz. Çox güclüsən Pomni. Və bunu atlatacağına heç şübhəm yoxdur. Mənə tutun. Bərabər keçəcəyik. Pomni, Kinger, siz yaxşısınız, qorxdunuz. Mən yaxşıyam. Onu merak eləməyin. Pomni çox cəsur idi. Deyəsən elə idi. Elə idi. Deyəsən elədir. Ragata. Sadəcə bunu mənə önəmsədiyin üçün təşəkkür edirəm. Bunu bunca zamandır göz önündə bulundurmadığımın fərqində oldum. Təşəkkür edirəm Pomni. Yaxşı olmam mənim üçün bəs. Səni önəmsəyirik. Komediya maskamı aldınız? Siktir. İndi isə Vahşi Batı ən başından gəlsə bir yönü, onu merak edirəm. O yaman, görünən o ki, hamı mazərasını tamamlayıb bura gəlir. Tez ol, tərəpə eləməmişik kimi davran. Yaxşı. Xoş gəldiniz mənim məyavlayan südçü qızlarım. Bir də bizə bir də elə səslənmə. Kafadan beynindən yoxsulla baş-başa qalmaq nətər idi. O qədər də pis deyil əslində.